Cənab Prezident, hörmətli xanım, siz Bakıda dünyaya göz açmışsınız. Azərbaycanın ən yaxşı səfirisiniz. Eyni zamanda siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Bilirik ki, ali təhsilinizi Moskvada almışsınız. Oftalmologiya sahəsində mütəxəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız. Həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan Dostluq Qrupunun sədrliyindən Fransa-Azərbaycan Dostluq Qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu strateji və əla seçim oldu. Eyni zamanda siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu fond həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin Fransa Respublikasının Ali ordenini təqdim etmək istərdim. Hörmətli Mehriban xanım Əliyeva, Fransa Respublikasının adından sizə Fəxri Legionun zabiti ordenini təqdim edirəm. Olan şərəf yorumumuza bir dövlət olmuyor ettiğinize göre size öz dəyərlərinizdir. Həmin bu böyük şərəfli referans məliyyətinə verilən yüksəklik məqsəd. Mənim haqqımda deyildiyi sözləri də destekləmək. Sizlərlə etmək istəyirəm ki, Azərbaycan-Fransa arasında münasibətlərin genişləndirilməsi və ölçüləndirilməsi üçün gelecekte de ayrılmayı veriləcək. Mən çalışarım ki, bugün xəbəri qorulan Bakı Fransız hissiyinin reallaşmasında rəhbərlik etdiyi şeylər əleyhissalın dəyməyi var. Həmin əleyhissalın hissi həm ölkəmizin təhsil sisteminin inkişafına göstəriləcək, həm də Azərbaycanda Fransız dilinin Fransanın tarix və əməliyyatını təbliğ edəcək. İl boyu Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq üçün müxtəlif sərgilər, konsertlər, festivallar keçirilir. Gələn Bakıda paytaxtımızda zəngin Fransa adını gözəlini əks etdirən Vezir de Fransa sərgisi keçiriləcək. Yaxın gələcəklər hədisdə Azərbaycanın mədəniyyət mərkəzi fəaliyyətə başlayacaq. Beləliklə də bizim ölkələrimiz arası humanitar sahədə əməkdaşlığımız daha da dəyərlənəcək. Mən çox xoşbəxtəm ki, bu sayədə müəllimlərimiz var. Cənab Prezident, ölkəmizə olan dəyərli sözlər və məhəmmətini ifadə edərək bir daha sizə və Fransa dövlətinə bu yüksək imkanlara görə təşəkkür edirəm. Ölkəmizdən xalqımıza, sizə və ailəmizə ən xoş arzularını diləyək.